İzləyicilər, hər vaxtınız xeyir olsun. MİQ və sertifikasiyaya hazırlaşan müəllimlərimiz üçün Azərbaycan dilindən bir neçə qızıl qaydanın izahını təqdim edirəm. Əziz müəllimlər, qeyd edim ki, video izaha sona qədər baxın, çünki bu günləri bu video izahda sizlərə çox az rast gəlinən video izah təqdim edəcəm. Qeyd edim ki, bu günləri burada izah edəcəyim mövzular ki var, hər biri istər MİQ, istərsə də sertifikasiyada mütləq qarşınıza çıxa bilər. Yəni ziddiyyətli, çaşdırıcı məqam kimi biz bunları imtahanda görə bilərik. Qeyd edim ki, bu tip video izahların İbtidai MİQ və sertifikasiyaya qədər davamlı şəkildə YouTube kanalımızda yerləşdirilməsini istəyirsinizsə, elə indicə bizə dəstək olmaq üçün kanalımıza abunə olmağı, video izahı bəyənməyi və fikirlərinizi rəylər bölməsinə qeyd etməyi unutmayın. Əziz izləyicilər, tez-tez testlərdə ki ilə bağlı məqamlara rast gəlirik. Amma bu dəfə izah edəcəyim məqam tam fərqlidir. Baxın, bəzən testlərdə qarşımıza belə bir məqam çıxır. İndi ki gəlmirsən, heç gəlmə. Bir də deyir ki, indiki dövrdə uşaqlar texnologiyanı yaxşı bilirlər. Yəni biz görürük ki, bizə indiki sözü iki formada verilibdir. Bir dəfə indiki gəlmirsən bu formada, bir dəfə isə indiki uşaqlar bu formada. Birində ki olur leksik şəkilçi, birində isə nədir? Bağlayıcının tərkib hissəsidir. Yadda saxlamaq lazımdır ki, əgər indiki bu şəkildə bizə verilsə, bu artıq olacaq şərt bağlayıcısı. Yox, əgər bu şəkildə bizə verilsə, yəni indiki belə olsa, təbii ki, bu olacaq sifət. Yəni qısası bizə desələr ki, indi ki gəlmirsən, heç gəlmə cümləsində indi ki nədir? Mən burada zərf üstə gəlinsin ədat deyə bilmərəm. Diqqətli olmaq lazımdır ki, burada indi ki bütövlükdə nə olacaq? Şərt bağlayıcısı olacaq. Yox, əgər indiki bu şəkildə verilsə, baxın, bu zaman nə olacaq? Zərfdən yaranan sifət olacaq. Gəlin elə kidən danışmışkən, kinin digər işlənmə məqamlarına da baxaq. Ki necə olur? Həm biz kini görürük, yəni ki deyərkən ki üstü 4 nəzərdə tutulur. Biz həm bunu bağlayıcı formasında görürük, biz həm bunu ədat formasında görürük, eyni zamanda biz bunu şəkilçi formasında görə bilirik. Məsələn, necə olur? Deyirəm ki, baxın, deyirəm ki, gördünüzmü? Feildən sonra artırılan deyirəm ki nə olacaq? Təbii ki, olacaq bağlayıcı. Deyirəm ki, görürsünüzmü? Sanki cümlənin davamını gözləyirsiniz. Müəllim nə deyəcək? Və bu zaman kidən sonra təbii ki, vergül qoyulmalıdır. Bu zaman vergül qoyulacaq. Yox, əks təqdirdə necə ola bilər? Başqa cür. Biz kini ədat kimi də görə bilərik. Necə? Məsələn, əvəzliklərdən sonra gələn ki var, bu nə olacaq? Təbii ki, ədat olacaq. Məsələn, deyirəm ki, sən ki gözəl deyildin, mən ki səni sevirdim. Bax, buradakı kilər nədən sonra gəlib? Əvəzlikdən sonra gəlib. Əvəzlikdən sonra gələn ki nə olur? Ədat funksiyasında olur. Sonra, başqa necə ola bilər? Xüsusi isimlərdən sonra gələn ki, məsələn, Asif ki mənimlə razılaşmadı. Nuray ki deyilənlərə əməl etmədi. Asif, eyni zamanda Nuray nədir? Xüsusi isimdir. Xüsusi isimlərdən sonra gələn ki nə olacaq əziz müəllimlərimiz? Təbii ki, ədat funksiyasında olacaq. Yaxşı, biz dedik ki, əgər kidən sonra vergül varsa, bu zaman bağlayıcı, yoxsa nə olur? Çox vaxtı ədat olur. Amma biz elə bir məqam görürük ki, bu zaman kidən sonra vergül olur, amma yenə də nə olacaq? Ədat olacaq.
Yaxşı, bu nə zaman baş verir? Təkrar olunan feillərin arasında ki gələrsə, məsələn deyirəm, onun işi alınmır ki, alınmır. Məsələn, o məni sevmir ki, sevmir. Onun bəxti gətirmir ki, gətirmir. Baxın, burada ki-dən sonra biz nə gördük? Vergül gördük. Amma təkrar olunan feillərin arasında gəldiyinə görə ki nə olacaq? Ədat funksiyasında olacaq. Qısası, biz ki-nin hansı məqamlarını gördük? Deməli, ədat kimi, bağlayıcı kimi. Bir daha indi gəlin yazaq. Dedik ki, xüsusi isimlərdən sonra gələrsə, Elşən ki, mənimlə razı deyil, bu zaman nə olacaq? Ki olacaq ədat. Onun bəxti gətirmir ki, gətirmir. İki feilin arasında gələrsə, təkrarlanan feillərin arasında gələrsə, yenə nə olacaq? Ədat olacaq. Əvəzlikdən sonra gələrsə, baxın, demirəm əvəzliyin üzərinə artırılarsa, yox, əvəzlikdən sonra gələrsə, mən ki, məsələn, səni sevirdim, sən ki, gözəl deyildin, bu zamanda nə olacaq? Ədat olacaq. Yox, əgər feillərdən sonra gələrsə və özündən sonra vergül görürüksə, bu zaman nədir? Bağlayıcıdır. Məsələn, ona dedim ki, səni gözləyirəm. Ona dedim ki, feildən sonra nə gəldi? Ki gəldi. Özünün də vergül oldu. Nəyə bərabər oldu? Bağlayıcıya. Yaxşı, elə bağlayıcı ilə ədatdan danışmışkən, gəlin bunun şəkilçi formasını da sizə izah edim. Baxın, əgər zərflərin, yəni daha aydın yazım, zaman zərflərinin üzərinə biz k üstü 4 gəliriksə, bu zaman nəyə çevrilir? Sifətə çevrilir. Məsələn, deyirəm ki, indiki, baxın, bitişik yazmışam, indiki, axşamki və yaxud da ki, deyirəm, səhərki. Burada deməli, indi nədir? Zərfdir. Axşam zərfdir, səhər zərfdir. Zaman zərfidir, eləmi? Zaman zərfin üzərinə gələn k üstü 4 şəkilsi nə yaradır? Təbii ki, sifət yaradır. Yaxşı, bəs digər məqama baxaq. Yəlik hal şəkilsindən sonra gələn k üstü 4 isə nə yaradır? İsim yaradır. Məsələn, bizimki, məsələn, mənimki, məsələn, səninki, onunku və s. kimi. Burada biz nəyi gördük? Baxaq, bizim, mənim, sənin. Yəlik hal şəkilsidirmi? Bəli. Üzərinə k üstü 4 artırdıq. Baxın, artırmışıq. Nə yaratdıq? Təbii ki, isim yaratdıq. Bu oldu bizim k üstü 4 ilə bağlı qeydimiz. Keçirəm ikinci bir qeydimizə ki, dünənləri bunları canlı dərsdə ödənişli qrupda müdavimlərim üçün izah etmişəm. Eynisini təbii ki, sizlər üçün də təqdim edirəm. İndi gəlin baxaq nə bağlayıcısına. Biz bilirik ki, nə bağlayıcısı inkarlıq bağlayıcısıdır. Deməli, nə bağlayıcısı ilə bağlı bizim qarşımıza sual necə çıxa bilər? Təbii ki, nə bağlayıcısı olan cümlənin xəbəri hökmən necə olmalıdır, əziz izləyicilər? Təsdiqdə olmalıdır. Yəni ki, əgər desək ki, nə, məsələn, gəlmir, nə, getmir. Bu şəkildə bizə verilsə və bizə desək ki, bu cümlədə ədəbi dilin hansı norması pozulub, təbii ki, biz qrammatik normanı götürməliyik. Niyə? Çünki biz dedik ki, nə bağlayıcısı inkarlıq bağlayıcısıdır və bu cümlədə nə varsa mütləq xəbər necə olmalıdır? Təsdiqdə olmalıdır. Əslində bu cümlə bu şəkildə olmalıdır ki, nə gəlir, nə gedir. Məsələn, nə oxuyur, nə yazır. Gördük ki, xəbərlər necədir? Təsdiqdədir. Hə, deməli, bu zaman heç bir norma pozulmayıbdır. Yox, əgər nə yazmır, nə oxumur şəklində olsaydı, təbii ki, ədəbi dilin hansı norması pozulacaqdı? Qrammatik norması pozulacaqdı.
Aha, deməli bu da oldu növbəti bir qaydamız. İndi yaxşı, əziz müəllimlərimiz, gəlin digər bir qaydamıza baxaq. Deməli bu qaydada sizə nədən danışacağam? Məsdərin özünə məxsus olmayan xüsusiyyətlərindən. Biz bilirik ki, məsdər özünə məxsus olmayan morfoloji və sintaktik funksiyanı yerinə yetirə bilir. Bəzən testlərdə qarşımıza çıxır. Hansı variantda məsdər özünə məxsus olmayan morfoloji xüsusiyyəti yerinə yetirib? Hə, əgər, baxın, diqqətli olun, morfoloji xüsusiyyət deyibsə, bu zaman nəyi götürməliyik? Məsdərin cəmlənməyini götürməliyik. Məsdərin özünə məxsus olmayan morfoloji xüsusiyyəti hansı variantda işlənib desə, məsdərin cəmlənməyini götürməliyik. Çünki məsdər cəmlənmir. İstisna hallarda cəmlənə bilər. Onların oxumaqları vacibdir. İstisna hallarda. Və bu da nədir? Onun istisna morfoloji xüsusiyyətidir. Bir də var sintaktik xüsusiyyəti. Hə, məsdərin və eyni zamanda məsdər tərkiblərinin istisna sintaktik funksiyası nədir? Təyin funksiyasında olmağıdır. Bir daha qeyd edirəm, morfoloji xüsusiyyəti desə cəmlənmək, sintaktik funksiyası desə təbii ki, təyin olmağı götürəcəyik. Bəs necə olur? Məsələn, deyirəm ki, oxumaq kimi vərdişi var. Burada oxumaq kimi, oxumaq nədir? Məsdərdir. Qoşmalı sözlə işləndi. Necə, nə cür vərdişi var? Oxumaq kimi. Nə oldu? Təyin funksiyasında oldu. Məsələn, insanlara kömək etmək kimi peşəsi var. Necə, nə cür? İnsanlara kömək etmək kimi. Bu zaman isə nə oldu? Məsdər tərkibi təyin funksiyasında oldu. Deməli, məsdər və məsdər tərkibi istisna hallarda qoşmalı sözlə birgə işlənib təyin funksiyasında ola bilər. Bu nədir? Məsdərin özünə məxsus olmayan sintaktik funksiyasıdır. Əgər morfoloji funksiyası desə, məsdərin biz qoşmalarla işlənib, üzr istəyirəm, sintaktik funksiyası desə təyin olmağını götürəcək. Morfoloji funksiyası desə, biz təbii ki, nəyi götürməliyik? Onun cəmdə işlənməyini götürməliyik. Bax belə, dərsi izah edəkdə növbəti qızıl qaydaları yadıma salmağa çalışıram. Ona görə üzrlü sayım bir qədər fikrim dağıldı. Sonra nəyə baxırıq deməli? O qədər belə deyim ki, dərs izah edəndə istəyirəm ki, hər bir şeyi sizlərə ətraflı şəkildə çatdırım. Arada bəzən olur ki, mənim də fikrim yayına bilir. Deməli, indi gəlin baxaq nəyə? Biz xəbərlərdən danışarkən xəbəri iki yerə bölmüşdük. Bir demişdik feili xəbər, bir də nə demişdik? Demişdik ismi xəbər. Deməli, ismi xəbərdən danışarkən qeyd elədik ki, əvəzliklər nə olur? İsmi xəbər funksiyasında olur. Kitab mənimdir, dəftər bacımındır, ev sizindir. Burada gördük ki, xəbərin ifadə vasitəsi əvəzlikdir və nə olacaq? İsmi xəbər olacaq. İndi məsələn deyir ki, gəlin buna baxaq. Deyir ki, o burada nə edir? Və yaxud da ki, o nə etdi? Baxın, bu cümlədə bizə verir ki, xəbərin ifadə vasitəsi feili yoxsa ismi xəbərdir. Yəni xəbər ismi xəbərdir yoxsa feili xəbər. Baxırıq ki, xəbər nə edir və nə etdi xəbərləridir. Xəbərlərin ifadə vasitələri əvəzlikdir. Bu əvəzliklər sual əvəzlikləridir. Nəyin suallarıdır? Təsriflənən feilin suallarıdır. Artıq mən buna nə deyəcəm? Feili xəbər deyəcəm. Yadda saxlamaq lazımdır ki, əgər xəbərin ifadə vasitəsi təsriflənən feilin sualları olarsa, deməli xəbər birbaşa nə hesab olunmalıdır? Feili xəbər hesab olunmalıdır. Yəni o nə etdi cümləsində xəbərin ifadə vasitəsi təsriflənən feilin sualıdır. Bu da nə sayılır? Feili xəbər sayılır. Bu da növbəti qeydimiz olsun. Daha bir qeydə baxaq. Məsələn, deyir ki, onu gətir. Bir də deyir ki, onu sevirəm. Baxın, iki belə cümlə verər bizə və deyər ki, burada əvəzliklərin məna növünü göstərin. Onu gətir, burada bir əvəzlik var.
Onu sevirəm, burada da bir əvəzlik var. Hər ikisində onu nə olacaq? Şəxs əvəzliyi olacaq. Sual ortalığa çıxır ki, müəllim, onu gətir deyəndə, axı məsələn, söhbət hər hansısa bir əşyadan gedir. Telefonu gətir, qələmi gətir. Hə, baxın, biz şəxs əvəzliklərdən danışarkən qeyd elədik ki, üçüncü şəxsin təkinin əvəzliyi olan o əvəzliyi həm canlılara aid ola bilir, eyni zamanda həm də cansızlara aid ola bilir. Və qeyd elədik ki, əgər o əvəzliyi ismin yerində işlənib, ismin sualına cavab verərsə, bu zaman şəxs əvəzliyi olur. Yox, sifətin yerində işlənib, sifətin sualına cavab verərsə, bu zaman işarə əvəzliyi olur. O qızı sevirəm. Hansı qızı? Burada bəli, hansı sualına cavab verdiyinə görə olacaq işarə əvəzliyi funksiyasında. Amma əgər ismin sualına cavab verirsə, şəxs əvəzliyidir. Mən onun canlı və cansız olmağına baxmıram. Yəni qısası, onu mənə gətir. Baxın, bu cümlədə onunu əgər biz qələm, telefon kimi düşünsək, yenə də nə olacaq? Şəxs əvəzliyi olacaq. Qeyd eləyək ki, o əvəzliyi əgər ismin sualına cavab verib, ismin xüsusiyyətlərini qəbul edirsə, isim kimi hallanırsa, mən ona təbii ki, şəxs əvəzliyi deyəcəm. Şəxs əvəzliyi deyiləndə söhbət hansısa bir şəxsdən getmir. Çünki üçüncü şəxsin təkinin əvəzliyi olan o əvəzliyi insanlara da aid ola bilər, eyni zamanda cansızlara da aid ola bilər. Bu da növbəti qeydimiz. İndi isə gəlin sonuncu qeydə baxaq. Deməli, ötən dəfə YouTube kanalımda belə bir sual paylaşmışdım ki, onun oxuyacağı və eyni zamanda onun oxuduğu, qısaca yazacağım, bu birləşmələr ismi yoxsa feili birləşmələrdir. Baxın, yadda saxlamaq lazımdır ki, onun oxuyacağı, acaq əcək, onun oxuduğu, dıq üstəgəl mənsubiyyət. Bunların əvvəlində onun sözü olsa belə, bunlar yenə də nədir? Feili birləşmədir. Niyə bu sizi çaşdırır? Çünki biz məstərdən danışarkən dedik ki, əgər məstərin əvvəlində yəlik hal varsa, məsələn, onun oxumağı, bu avtomatik nə olur? Olur ismi birləşmə. Eyni zamanda feili sifətdən danışarkən dedik ki, əgər əvvəlində yəlik hal varsa, onların oxuyanları, bu avtomatik olur ismi birləşmə. Müdavimlər də elə başa düşür ki, dıq üstə gəlinsin mənsubiyyət və eləcə də acaq əcək şəkilçisinin də əvvəlində yəli hal olanda olur ismi birləşmə. Xeyr, onun oxuduğu, onun oxuyacağı, bunlarda dıq üstə gəl mənsubiyyət və acaq şəkilçisi var. Hər zaman feili birləşmə olaraq qalacaq. Bugünlük izahımız bu qədər. Ümidvaram ki, bu izahımız azacıq da olsa sizin üçün faydalı oldu. Əgər faydalı oldusa, rəylər bölməsində qeyd edin ki, videonun ikinci hissəsini də sizlər üçün yüklüyüm və bir daha nəzərinizə çatdırım ki, əgər bu tip izahlarımızın daha çox kanalımıza yüklənilməsini istəyirsinizsə, nə edirsiniz? Kanalımıza abunə olursunuz, video izahı bəyənirsiniz, paylaşırsınız. Çünki biz də vaxtımızdan ayıraraq müəyyən qədər bu izahlara sevərək can qoyuruq və eyni zamanda istəyirik ki, əziyyət çəkib paylaşdığımız izahlar daha çox kütlə tərəfindən tanınsın və daha çox kütlə izləsin, faydalansın. Bunun üçün siz bizə dəstək ola bilərsiniz. Bacardığınız qədər videoya rəy yazın, bəyənin, paylaşın, kanala abunə olun ki, həm sizlər üçün belə videolar gəlsin, həm də bizlər üçün motivasiya olsun. İzahımız bu qədər. Sağ olun.